Dünyanın en güzel yemeğiydi. Yoldaşım benden soruşdu. Emrah, bana bul xəngəl hazırlaya bilərsənmi? Deyim, niye de yok. Tezbaza quru əti götürüb doğradım, qoydum bişməyə. Harca 3 saat yarımdan daha çox belə bişəndən ayrılana kimi qoyun bişdim. O ət bişməyə çox az qalmış. Yumşaq bir dənə xəmir yoğurdum. Xəmir çox qalın yox, nazik. Özünüz istəyən qədər baştan nazik yaça bilərsiniz, sonradan dartıb uzada da bilərsiniz. Üzərinə yağ əlavə elədim, bitki yağı da olar, kərə yağı da olar, zövqünüz necə istəyirsə o formada elə. Tam belə kəsdim, ya paxlava formasında kəsin, ya kvadrat, baxın zövqünüz nə tər istəyirsə. Xəmiri açmazdan əvvəl kartofla qoyun bişməyə, üzərinə bir dənə dəmir də qoya bilərsiniz. Birbaşa ətin üzərindən xəmir də düzə bilərsiniz. Üzərindən xəmirlə düzdükdən sonra 3-3, 4-4 düzməyə qorxmayın, yapışmaya da. Ən üsttəki xəmir bişəndən sonra götürürsünüz. Bunu da yemək qaydasını mən sizə göstərirəm, çox rahat. Birinci kartofu götürürsünüz, əzirsiniz. Suyundan biraz əlavə edirsiniz. Xəngəli götürdünüz. Kartofdan bura ortasına qoyursunuz belə. Quru əti də qoyursunuz. Bükmələdin bir dəfəyə. Dünyanın en güzel yemeğiydi. Nuş olsun.